Ramazan ayımız xeyirli, bərəkətli və irəlidə gələn Ramazan bayramımız mübarək olsun hər kəs üçün. Bugünkü mövzumuz travma, oruc və frustrasiyadır. Nə əlaqəsi var deyəcəksiniz? Travma, oruc, frustrasiya bunlar bir-biri ilə bir araya gələ bilməyən kimi səslənir. Amma gəlin baxaq görək, tələsməyək, görək söhbətin axırına kim nə düşüncədə olacaq. Başlayaq travmadan. Son zamanlar travma haqqında, son illərdə travma haqqında o qədər söhbətlər olunur ki, demək olar ki, yalnız tənbəllər travma haqqında danışmırlar və iş o yerə çatıb ki, o qədər həddini aşıb ki, uşaqları elə böyüdürlər ki, elə böyütməyə çalışırlar ki, aman da uşaq travma alar. Analar qorxurlar, həyəcan keçirdirlər, atalar da həmçinin uşağın ürəyinə istədi, tez hazır etmək lazımdır, uşaq amandır travmalar. Uşağın üstünə qışqırsam, əcəba uşaq travma alarmı? Ki, belə təşvişlər yaşayırlar. Və yaxud da siz bilirsiniz, mən patologiyası olan uşaqlarla işləyirəm. Deyək ki, uşaq gedir otaqdan və balaca bir şey, əşya yapışıb ondan, onu aparmaq istəyir. Valideyn yalvarır ki, nə olur? Qoyun bunu aparsın, mən gətirəcəm sizə bunu, qaytaracam. Amma onu ağlatmayaq. Məsələ bunda deyil axı. Məsələ bu balaca əşyada deyil. Məsələ hətta onda deyil ki, mən hər kəsə o kiçik əşyanı, kiçik oyuncaqları paylasam, özümdə bir şey qalmaz. Məsələ ondadır ki, bu uşaqların frustrasiya yaşamaq, yəni yoxluğu yaşamaq iqtidarı onsuz da zəifdir. Bununla da, bax, biz də ona belə bir güzəştlərə getdikcə, bu uşaqların frustrasiya yaşamaq qabiliyyəti sıfıra enir. Və dolayısıyla uşaq şəxsiyyət kimi formalaşa bilmiş, şəxsiyyət kimi formalaşa bilməyən bir varlıq da, insan da norma sərhədlərinə yaxınlaşa bilmir hər cəhətdən. Əsasən də insani baxımdan. Niyə bu belə baş verir? Baxın, travma nədir? Gəlin ona bir diqqət yetirək ki, travma nədir ümumiyyətlə? İnsan həyatı boyu müxtəlif situasiyalarda olur və travmatik kimi görsənə bilən hadisələr baş verir. Niyəsə son zamanlar belə bir videolara rast gəlirəm. Bir qütbdən başqa bir qütbə düşürük sanki. Əvvəl daha çox travma, hər şey travma verər deyə bir təlaşdaydı cəmiyyət. İndi də mütəxəssis kimi çıxış edən insanlar var ki, onlar söyləyirlər ki, travma yalnız bədbəxt hadisədir. Travma yalnız, nə bilim, daşqındır, uçqundur, zəlzələdir, bu kimi şeylərdir. Başqa şeylər travma deyil. Yəni, psixoloji travmadan gedir söhbət. Bu bir qütbdən başqa bir qütbə yıxılmaqdır. Travma əslində insan psixikasının hadisəni izah etməsinə bağlıdır. Yəni, bir psixikanın eyni hadisə yaşaya bilər iki insan. Biri üçün travmatik ola bilər, digəri üçün inkişaf nöqtəsi ola bilər. Çünki onlar fərqli psixikaya sahibdirlər. Birinin psixikası onu izah edə bilmir və yaxud doğru izah edə bilmir. Digərinin psixikası buna daha qlobal baxır, daha geniş baxır, geniş bucaqdan baxır və o travmada ilişib qalmır. O zaman şəxsin biri travmatik hala keçir, yəni onda bir donma, bir psixikasında bir düyün əmələ gəlir, belə deyil, metaforik olaraq. Digərində isə əksinə çiçəklənmə baş verir. O, həmin nöqtədən, o travma olacaq nöqtədən inkişaf etməyə başlayır. Allah qorusun, əlbəttə ki, o təbii fəlakətlərdir, bədbəxt hadisələrdir, baş verir. Onlar gerçəkdən də insanı travmaya sala bilən ən güclü situasiyalardır, ən real situasiyalardır. Amma cüzi bir şeydən, cüzi bir hadisədən belə insan travmaya düşə bilər. Əgər onun psixikası buna hazır deyilsə.
Travma budur. Və burada o kiçicik şeyləri biz dana bilmərik. Deyək ki, əgər bir uşaq şillə yeyirsə, deyəcəksiniz, uşaq psixoloqu, uşaq nevropsixoloqu durub nədən danışır? Şillə yeyirsə və o bilir nəyə görə yeyirsə bu şilləni, onun üçün bu travmatik deyil. Yəni, bu o demək deyil ki, durub uşaqları döymək lazımdır. Mən onu demirəm. Mən onu demək istəyirəm ki, bu travmatik olmur. Travmatik o zaman olur ki, o uşaq aldığı şillənin nə səbəbdən olduğunu bilmir. Anlamır, başa düşə bilmir ki, o nəyə görə bu zorakılığa məruz qaldı. Bu bütün hadisələrə aid. Yəni, bu nümunə üzərindən mən onu izah etmək istəyirəm ki, travma nədir? Burada birinci olan travmada qalır. Bu frustrasiyanı, yaşadığı frustrasiyanı yaşaya bilmir. Yəni, sağlam şəkildə yaşaya bilmir. İkinci şəxs isə travmanı atladır. Yəni, frustrasiyanı yaşayır. Bu, insanın bu frustrasiyanı yaşaya bilməsi üçün onun uşaqlıqdan kiçicik frustrasiyalara, yəni kiçicik yoxluqlara alışması gərəkir. Əks halda o şəxsiyyət kimi dedim bayaq, formalaşa bilmir. Və deyək ki, yəni birinci olan bir itki baş verib həyatında və onun üçün bu travma olur və o bu travmanı yaşaya bilmir, sağlam yaşaya bilmir. Bunu ailəsinə daşıyır, bunu illərlə övladlarına yaşadır və travma davam edərək gedir. Nəsildən nəsilə ötürülür. Digər şəxs isə itki yaşayıb eynən o birisi kimi, amma buna sağlam yanaşır, buna həyatın bir qanunu kimi baxır və bunu ailəsinə daşımır. Bəli, dərdini yaşayır bir müddət və sonra özünə gəlir və bunu heç kimə yaşatmır, övladlarına sağlam münasibət göstərir, ailəsini düşünür, övladını düşünür, öz həyatını düşünür və həyatına sağlam bir şəkildə davam edir. Buna biz deyirik frustrasiyanı sağlam şəkildə yaşaya bilmək. Amma bax, bunu sağlam şəkildə yaşaya bilmək üçün insan kiçik vaxtından, uşaqlıqdan xırda frustrasiyaları yaşaya bilməlidir. Bax, bu həqiqət mən ən çox patologiyası olan uşaqlarla işləyərək özüm üçün kəşf etdim. Pavlovun çox xoşuma gələn bir ifadəsi var, deyir İvan Pavlovun. Patologiya normada olan gizlini üzə çıxardır. Və biz bu patologiyası olan uşaqlarda bunu çox görürük ki, frustrasiya yaşaya bilmirlər. İndi olsun, bu saat olsun. Bunu mən götürmək istəyirəm, götürməliyəm. Oranı açmaq istəyirəm, açmalıyam. Mən dedim, bu olacaq. Ayağını yerə çırpacaq, isterikə düşəcək, tələb edəcək. Valideyn də aciz bir şəkildə onun dediyini eləyəcək ki, tək uşağın səsi çıxmasın. Uşaq amandır, uşaq travmalar. Xeyr, elə deyil. Əksinə o uşaq frustrasiya yaşaya bilmədikcə bu neyini daha da dərinləşir bu və o onun şəxsiyyət kimi formalaşmasına mane olur. Gəlin keçək oruca, oruc mövzusuna. Oruc bizlə neyinir? Baxın, uzun illərdir oruc haqqında çox gözəl çıxışlar dinləyirik. Mənəvi tərəfindən çox gözəl danışırlar ustadlar. Müxtəlif peşə sahibləri, xüsusilə də həkimlər, orucun fizioloji olaraq insan bədəninə, fiziologiyasına gözəl təsiri haqqında danışırlar. Amma heç kimsə orucun Peyğəmbər Əfəndimizdən, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən bizə ötürülmüş məlumata əsasən orucun nə üçün göndərildiyi, oruc əmrinin nə üçün göndərildiyi məqsədi haqqında bir elmi əsasla danışan, çıxış eləyən görmürük. Və bu da təbiidir. Mən indi bunu deyəcəm, niyə görə bu belə baş verir. Peyğəmbərimizdən nə bilirik? Biz oruc ilk öncə insanın öz nəfsi ilə mübarizəsidir. Cihad-ı Əkbər adlandırır onu Peyğəmbərimiz. Cihad-ı Əkbər, yəni insanın öz nəfsi ilə aparılan ən böyük cihad, həyatında olan ən böyük cihaddır.
Biz nəzərə alsaq ki, nəfsin mərkəzi insan bədənində təsəvvüf elminə görə qəlb yaxud beyin hesab olunur. Qəlb yaxud beyin, belə yazılır təsəvvüf kitablarında. Qəlb mövzusuna toxunmayacağım. Mən bugün beyin fəaliyyətindən danışacağım. Çünki mən neyropsixoloqam və gün olar bəlkə qəlb haqqında da danışarıq, amma bugün beyin haqqında danışırıq. Beynin nəfsin mərkəzi olması haqqında. Və bu beynin bütövlükdə beyni də nəzərə ala bilərik, amma biz bugün sırf beynin ön hissəsi haqqında, prefrontal korteks adlanan hissəsi haqqında danışacağıq əsas etibarilə. Çünki bax bu biraz öncə söylədiyim frustrasiya məsələləri və yaxud travma məsələləri məhz prefrontal korteksdən bağlıdır. Söhbət psixoloji travmadan gedir. Bunun altını çizərək söyləyirəm, çünki birazdan o kəllə-beyin travmasından da danışacağım. Travmaya düşən insan əgər prefrontal korteks güclü işləyirsə, belə deyək, funksional olaraq güclüdürsə və orada heç bir defisit, çatışmazlıq yoxdursa, o travmadan çıxmaq bacarır. Yox, əgər orada defisit varsa, o travmadan çıxa bilmir. Travmada batdıqca batır. Alın hissəsinin, prefrontal korteksin alın hissəsinin digər bir metaforik adı da beynin dirijorudur. Nəinki beynin, bütün bədənin. Baxın, mən beyin haqqında danışanda, uşaq diaqnostika aparanda və valideynlərə bəzən beyin şəkli çəkib orada izah eləyəndə ki, mexanizm nədir pozuntunun, bəzi valideynlər qorxurlar. O orada nəsə danışdı beyin haqqında, bizim uşağımızın beynində nəsə var. Halbuki mən funksionallıqdan danışıram, funksionallıqdan. Ya beyində bir orqanik bir dəyişiklikdən deyil. Bu qeybdir, mən onu görə bilmirəm. Funksionallıq da qeybdir əslində, amma biz insanın hərəkətlərinə, davranışına, müəyyən testləri eləməsindən, yazmasından, pozmasından, danışmasından müəyyən nəticəyə gələ bilirik. Neyropsixoloqlar gələ bilirlər bir nəticəyə ki, beynin hansı tərəfi daha çox defisitdədir. Yəni, belə danışanda biraz qorxurlar. Məlumatımız olsun ki, beyin bütün insan fəaliyyətini idarə edir. Yəni, gözümüzü qırpmağımız da beyinə bağlıdır, barmağımızı qaldırmağımız da beyinə bağlıdır. Söz söyləyə bilməyimiz də beyinə bağlıdır, oturub durmağımız da beyinə bağlıdır. Hər şey, bütün fəaliyyətimiz bizim beynin fəaliyyətinə, beynin funksionallığına bağlıdır. Ona görə də hər hansı pozuntu haqqında danışanda normal qəbul etmək lazımdır ki, bunun beyində bir pozuntu mexanizmi var və fərqli diaqnozlarda bu pozuntu mexanizmi fərqlidir. Və bunu hər aparat ümumiyyətlə göstərmir sona kimi. Beynin funksionallığını aparatlar göstərmir. Onu yalnız dünyada çox nadir mərkəzlər var və orada çox bahalı aparatlar var ki, onlar araşdırma üçün nəzərdə tutulmuş aparatlardır. Onların vasitəsilə bu funksionallığı görmək olur. Amma yenə də tam olaraq deyil. Əsas etibarilə funksionallıq klinik olaraq, yəni müşahidə şəklində analiz edilir. Yəni, insanın istənilən fəaliyyəti haqqında neyropsixoloq bir söz söyləyə bilər. Onun beynində gördüyü fəaliyyətin mexanizmi nədir? Beynin hansı tərəflərinə müsbət və yaxud mənfi təsir göstərə bilər? Bu baxımdan biz əgər orucu götürsək, oruc birbaşa insanın prefrontal korteksinin inkişafına yönəlik bir fəaliyyətdir. Prefrontal korteks uzun müddət, yəni insan beyninin alın hissəsi, bax, ötən əsrin əvvəllərindən ki, başlanılıb
insan beyninin araşdırması daha çox aparılmağa başlayıb. 20-ci əsrin sonları və 21-ci əsrin əvvəllərindən, başlanğıcından beyin haqqında araşdırmalar çoxalıb. Amma son zamana dək prefrontal korteks haqqında çox az məlumat olub və ümumiyyətlə onun funksionallığı haqqında çox araşdırma aparılmamış olub. İlk dəfə bunu 2-ci Dünya müharibəsindən sonra Rusiya alimi, o zaman Sovetlər dövründə Sovet alimi Aleksandr Romanovich Luria aparıb. Çünki 2-ci Dünya müharibəsindən sonra kəllə-beyin travmaları çox olub və bu xəstələri araşdırarkən Luria bir çox kəşflər edib beynin funksionallığı ilə bağlı. Və bu günə kimi onun etdiyi kəşfləri aparatlar belə edə bilmirlər. Yəni müşahidə əsasında olan kəşflərdir bunlar. Və beynin prefrontal korteksi, alın hissəsi ilə bağlı, bu arada onu da vurğulayaq ki, ibadətdə insan alnını yerə vurur. İslam ibadətində insan alnını səcdiyə qoyur. Buradan da bir nəticə çıxarda bilərik yəni biz. Və prefrontal korteksin araşdırması son zamanlar vüsət alıb və aşkarlayıblar ki, prefrontal korteksin insan həyatında olduqca böyük rolu var. Hətta neuropsixoloji diaqnostika apararkən, yəni bunu təsvir edərkən yazılı şəkildə, şəxsən mənim ən çox vaxtımı aparan bax o prefrontal korteks və ümumiyyətlə lob hissələrinin araşdırmasıdır. Çünki burada çox funksiyalar var. Və insanı insan edən məhz prefrontal korteksdir. Bu haqda çox az tutarlı əsərlər var. İndən belə yəqin ki, bu əsərlər daha da çoxalar. Və onlardan biri də İdarə Edici Beyin adlı bir əsərdir. Və bu əsərdə onun müəllifi Goldberg adında, soy adında bir şəxsiyyətdir. Goldberg beynin, prefrontal korteksini beynin dirijoru adlandırır. Siz təsəvvür edin, beyin orkestr və prefrontal korteks, yəni alın hissəsi onun dirijorudur. Dirijor əgər pis işləyirsə, özündə deyilsə, fəaliyyəti düzgün deyilsə, orkestr musiqi çala biləcəkmi? Təbii ki də yox. Ona görə də prefrontal korteksin önəmi, insan fəaliyyətində önəmi çox böyükdür. Xüsusilə də insanı insan edən tərəfi. Yəni, baxın, mənəvi tərəfindən danışarkən orucun bizi daha şəfqətli edir, daha mərhəmətli edir, bir-birimizə daha duyarlı oluruq, acılıq hissini, yəni acıların halından anlayırıq, paylaşma hissi filan, bax, yəni insana xas olan bu xüsusiyyətlər ki var, bunların hamısının mərkəzi beyində məhz prefrontal korteksdir. Yəni bir insan əgər, bayaq psixoloji travmadan danışırdım, indi keçirəm kəllə-beyin travmasını. Bir insan əgər kəllə-beyin travmasını beynin hər hansı başqa bir zonasından alırsa, o insan şəxsiyyətini itirmir. O bir sıra funksiyalarını itirə bilər. Deyək ki, görməklə bağlı, eşitməklə bağlı və yaxud həssaslıqla bağlı, toxunsal həssaslıqla bağlı və s. Amma şəxsiyyətini qoruyub saxlayır. O an insanın şəxsiyyəti itmir. Amma insan əgər alın hissəsindən kəllə-beyin travması alırsa, o insan şəxsiyyətini itirmiş olur. İtirir. Bax, bu alın hissəsinin önəmi haqqındaydı. İndi bunun deyəcəksiniz, frustrasiya ilə, travma ilə nə əlaqəsi var? Əlaqəsi odur ki, oruc insanı çox sağlam bir şəkildə həmin o frustrasiyanı yaşamağı öyrəndir. Frustrasiyanı yaşamaq, yoxluğu yaşamaq və bunu çox təbii bir formada və güclü bir formada. Yəni insana travma yaşatmadan, ağır situasiya salmadan, təbii bir şəkildə gözü gördüyü, əli etdiyi
hətta isini duyduğu bir şeylərdən imtina etmək. Özü də Maslow piramidasında alt hissədə olan o təməl ehtiyaclardan olan qidadan müəyyən saatlar ərzində gün doğandan gün batana kimi imtina etmək. Bu nədir? Bu bir məşqdir. Bu bir beyin məşqidir. Bu birbaşa prefrontal korteksin məşqidir. İnsanı frustrasiyaya hazırlamaq üçün. Yəni bir şeyin yoxluğuna sağlam bir şəkildə hazırlanması üçün. Təbii ki, beyində bir faktor inkişaf edirsə, onun digər faktorlara da təsiri var. Frustrasiyanı sağlam yaşamağa təsir edən bir fəaliyyət beynin prefrontal korteksindəki digər fəaliyyətlərə də təsiri var. Prefrontal korteks nədir? Funksional olaraq insan fəaliyyətində proqramlaşdırmaya, kontrola, nəzarətə cavabdeh olan bir beyin hissəsidir. Baxın, oruç nə ilə başlayır? Niyyətlə. Niyyəti şifahi söyləmək, şifahi şəkildə ucadan söyləmək daha yaxşıdır. Eyni analogiya etmə funksiyalarının pozuntusu olan uşaqlarla aparılan işdə də tətbiq olunur. Hətta diaqnostikada belə bir bənd var. Uşaq probanı, yəni testi etdikdə köməkçi nitq ifadələrindən istifadə edirmi? Yəni nitq əlavə olaraq o niyyətə, o proqramlaşdırmaya bir köməkdir. Bu baxımdan baxın, hətta belə incə bir detal belə nəzərdə tutulub orucda. Digər ibadətlərdə də həmçinin istər namazda olsun, istər zəkatda olsun, niyyət önəmlidir. Bu niyyəti istər dəstəmaz alanda olsun, ucadan səsləndirmək bunu insan öz üçündür. Ucadan deyəndə hər kəs üçün səsləndirilmir. İnsan öz üçün səsləndirilir bunu. Özü deyir bunu şifahi olaraq öz qulağı eşitməsi üçün. Yəni proqramını daha da gücləndirməsi üçün. Və başdan başa müəyyən saata kimi bunu icra etmək insanda frustrasiya yaşaya bilmə qabiliyyətini gücləndirir. Ona görə də bax qeyd etdiyim kimi oruc insanda bax o insani keyfiyyətlərə cavabdeh olan və idarə etmə və proqramlaşdırma, kontrol funksiyalarına cavabdeh olan prefrontal korteksin, yəni beynin alın hissəsinin funksionallığını daha da gücləndirir. Düşünürəm ki, bu haqda ciddi elmi araşdırmaların aparılmasına yer var. Bu yaxınlarda belə bir məlumata rast gəldim. Demək, yaxınlarda ötən il Dalai Lama tərəfindən bir rus alimi dəvət olunub. Yəni bu beyin üzrə araşdırmalar aparan bir rus alimi dəvət olunub və həmin o dediyim bahalı aparatlar vasitəsilə ibadətdə olan bir budistin beynində nələr baş verir, bunu araşdırmaq üçün, yəni buna kifayət qədər maliyyə ayrılıb. Düşünürəm ki, İslam dünyasında da bunu etməyə qadir olan insanlar var və deyəcəksiniz ki, bu nəyimizə lazımdır, nəyə lazımdır, amma elə deyil. Elmlənmək, araşdırmaq, tanımaq Allahın əmridir. Ona görə bu araşdırmaları aparmağa dəyər. Öz müşahidələrim nəticəsində mən nə qədər analogiyanı hələ araşdırma aparmadan mən bunları görürəm. Amma araşdırma aparılsa, heç şübhəsiz ki, başdan başa bütün bu ibadətlərin idarə etmə funksiyalarının, beynin idarə etmə funksiyalarının güclənməsinə digər ifadə ilə icraçı funksiyalar da deyilir bu funksiyalara. Yəni, dolayısıyla prefrontal korteksin, yəni insan beyninin alın hissəsinin funksionallığının güclənməsinə yönəlik bir fəaliyyətlərdir. Alnınızdan müğayyət olun. Bir daha bayramınız mübarək olsun.